Sabah xeyirli olsun değerli traderlər. Bugün may ayının 13'üdür və beynəlxalq maliyyə birjasında nələr baş verəcək? Bundan öncə, yəni Siqnal kanalı haqqında məlumat paylaşım. Təbii ki, yenidən 2 günlük tam olaraq pulsuz qoşula bilərsiniz. Dünən 35'e yaxın siqnal paylaşdıq. Təbii ki, yəni demək olar ki, gəlirlə nəticələndi. Əsasən də yəni qızılda, Bitcoin'da, Euro dollarda, funt dollarda, Ethereum'da, Dow Jones'da, Nasdaq, DX'də, yəni bir çox valutalarda dolar Yaponiyanın, dolar frank, funtun Yaponiya rəqabəti, funtun frankın rəqabəti, bütün o cütlülər gəlirlə nəticələndi. Yəni bunu YouTube kanalında baxa bilərsiniz. Qrafik üzərində biz paylaşmışdıq. Bugün yenidən 16:30'da xəbər var. Dünən 16:30'da çıxan xəbər Amerikada yaxşı çıxdığı üçün, müsbət çıxdığı üçün qızıl sürətlə aşağı doğru istiqamətini davam etdirdi və neft bundan istifadə edərək yuxarı doğru istiqamətinə yüksəliş, yəni nümayiş etdirdi. Bugün təbii ki 16:30'da yenidən xəbərlər var, izləmək lazımdır. Səhər saatlarında biz artıq yenidən siqnalları paylaşdıq və qızılda 4700 altınlardan alış əməliyyatları verdi. Hal-hazırda demək olar ki 4700 ona yaxınlaşır. Yəni gəlirdən nəticələr və ilkin olaraq hədəflər 4716-26'lar və 4733'lər, ondan sonra 4777'lərə qədər. Təbii ki, satış əməliyyatları alternativ senaryoda 4687'lərdir. Keçək biz digər cütlülərə, yəni gümüşdən danışırıq. Gümüşdə də dünən biz alış əməliyyatlarını nəzərə çatdırdıq və Siqnal kanalında paylaşdıq, mükəmməl bir nəticə verdi. Bugün alışlar 86-850'lərdən, satışlar isə 85-300'lərdən gələcək. Bitcoin-ə gəldi isə, Bitcoin-ə dünən satış əməliyyatları Siqnal kanalında paylaşdıq və qiymət sürətlə aşağı indi. Bugün alışlar Bitcoin-də 1.81-400'lərdən, alışlar isə 81-400'lərdən, satışlar isə 80-700'lərdən gələcək. Neftə gəldi isə, neft dünən biz neftin 108-60'lardan alış əməliyyatları haqqında məlumatı paylaşdıq. Təbii ki, 3 dollardan yüksəliş nəticə verdi. Yəni mükəmməl bir qalxış idi və traderlərin əksəriyyəti bundan yararlandılar, faydalandılar. Keçək biz digər cütlülərə. Təbii ki, satış əməliyyatları neftdə 108-40'lardan gələcək. Euro dolar, funt dolar cütlüyünə gəldi isə dünən satış əməliyyatı haqqında məlumat paylaşdıq və qiymət endi. Bugün euro dolarda alışlar 1.17-400'lər, satışlar isə 1.17-100'lərdir. Funtun dolar rəqabətinə gəldi isə artıq biz Siqnal kanalında paylaşdıq 1.35-500'lərdən alış əməliyyatları və gəlirdədir, yüksəlişə doğru imza atır. Satışlar günün ikinci yarısından sonra 1.35-100'lərdən gələ bilər. Nasdaq S&P Dow Jones və DX, DAX-lar, yəni bu Nasdaq S&P Dow Jones yüksəlişə doğru imza atır. DAX biraz gecikir, yəni bu da bir müddət sonra o da yuxarı doğru istiqamətə davam edəcək. Belə 35 siqnala yaxın biz Siqnal kanalında valutalar cütlüyü haqqında, yəni məlumatları paylaşdıq. Yəni bu o demək deyil ki, siz bütün bu 35 əməliyyata girərsiniz. Yox, heç də elə deyil. Yəni sizə uyğun olan hansı cütlüyünə işləyirsinizsə, həmin cütlüyünə istifadə edə bilərsiniz. İnşallah görüşmək ümidi ilə sağ olun.